Axan ilk növbədə qələbə münasibətilə təbrik edirik. Oyunla bağlı fikirlər. Bu gün məncə belə sezonda ən yaxşı oyunumuzu keçirdik. Bu gün məncə hər şey yaxşı idi. Müdafiə baxımından, hücum baxımından məncə bu gün hər şey nəyi çalışırdıq məşqdə həyata çevirək, oyunda da alındı. Top buraxmadıq, 3 dənə qol vurduq. Məncə bu gün yenə də deyirəm ən yaxşı oyunumuzdan biri oldu. Bilirik ki, ötən mövsüm bir neçə yaxşı oyun keçirdin, hətta milli namizədlər arasında adın göstərilirdi. Bu il isə o əksər oyunlara sonradan daxil olursan və bu gün sevindirici haldır ki, sonradan daxil olub qol vurdun. Bu qol ötən ilki Ayxanı görmək üçün əsas stimullardan biri ola bilərmi? Ola bilər, o futbolçu, hücum xətti olan futbolçularda qol vuranda, assist verəndə əlbəttə daha motivasiyalı olur. Bizdə bu il rəqabət yaxşıdır. Təzə oyunçular gəlib, yaxşı oyunçular gəlib. Mən çalışıram 10 dəqiqədə, 5 dəqiqədə oyunda olanda komandama kömək eləyəm. Bu gün alındı, şükür. Çalışacağam elə eyni istiqamətdə işləyim. Və son olaraq bilirik ki, növbəti turda bizi Qarabağ komandası ilə çətin oyun gözləyir. Oyunla bağlı gözləntilərin, fikirlərin? Ən vacibi belə milli fasilədən qabaq son oyunda çalışırıq. Yaxşı olar qələbə qazanmağa ki, 2 həftə məşqlər olacaq. Orada yaxşı əhval-ruhiyyə ilə o məşqlərə yanaşaq. Qarabağ indi yaxşı formadadır, Şampionlar Liqində də öz oyununu göstərir. Çalışacağıq, hər rəqibə çalışırıq, özəl olaraq hazırlaşaq. İnşallah yaxşı olar. Hələ 2 həftə var, indi biraz istirahət eləyək, sonra hazırlaşacaq. Uğurlar. Sağ olun, sağ olun.